Hər vaxtınız xeyir olsun qızlar. Bugün biz toyuğun döş ətindən rulet hazırlayırıq. Buna nə gedir qızlar? 1 kilo toyuğun döş əti olanda 2 dənə baş, 2 orta boydana qızlar soğan. Soğan da suyunu sıxırsınız. Sonra həmin bu döş ətinə dozun, istitun, qara istiyot doz vurursunuz. 1 çay qaşığı duz, 1 çay qaşığın yarısı boydana qara istiyot. İçlik gündə qızlar 300 qram ləpə. Bir de kırmızı soğan. Hardasa kırmızı soğanda qızlar 4 baş kırmızı soğan, 300 qram ləpə maşına çəkib, içlik hazırlayırsınız belə, suyunu sıxırsınız. Sonra ki, bax belə yayırsınız ləvəngi ilə. İndi rulet kimi bükəcək xanım. Xanımlar baxın. Baxın belə bükülür. Baxın belə bükülür. Əlləriniz var olsun, dərd görməyəsiniz. Bax belə bir şey. Baxın. Hazır. İndi birazdan onu yarım saat buzxanada saxlayıb peçkaya qoyursunuz. Hazır vəziyyətdə pişirirsiniz. Pişirəndə də ki qızlar üstünə qırmızı turşu, bir də doru yağ. Ya var üstü mayonez çəkirsiniz, pişirirsiniz. Necə balıq pişirirsiniz, toyuq pişirirsiniz və belə bu vəziyyətdə. Bu başı bağlayır, hazır olur. Sonra qoyuruq peçkaya. Qızlar, bu da bizim bugünkü sifarişimiz kükü. Hələ rulet pişməyib, birazdan ruletdə göstərərik. Maşallah, maşallah. Gözəlliyə baxın, qızlar, gör necə hündürlükdə qalxıb. Baxın, köpüb də. Super, qozlu kükümüz. Kim istəsə buyursun. İndi gedib badımcanı da çəkirəm. Baxın qızlar, indi qoymuşuq. Bu da bizim badımcanımız, ləvəngi badımcanımız. Qızlar, bax, bu da bizim doza qoyulmuş badımcanlarımız. Baxın. Xırda badımcan deyə. İndi bilirsiniz də badımcanlar oje yoxdur, axır-axırıdır. Baxın gözəlliyə. Görün qızlar. Hansını istəsiniz, yəni göstərə bilərik. Baxın, xırda. Baxın nə gözəldir. Baxın içliyinə də baxın. İndi qoymuşam. İndi sirkəsini tökürük. İndi sirkəni tökürük. Qızlar, bu da bizim ləvəngimiz. Baxın. Maşallah, maşallah. Düzdür, vaxtına hələ var. Baxın, öz yağından tökürsüz üstünə, qıpqırmızı. Baxın qızlar, super. Az qalıb vaxtına olacaq. Çəkir. Xanımlar, baxın bizim kükümüzə görün necə belə köpüb, qəşəng. Super. Kim istəsə baxın belə sifariş versin. Balaca bir yaxşıdır.